Həmçinin baxın, Ramazanı ayının bir üstünlüyü də, ən önəmli üstünlüyü. Quranda aylar içində adı çəkilən yalnız Ramazan ayıdır. Başqa ayların adı çəkilməyib Quran-ı Kərimdə. Sadəcə hansı ay çəkilib? Ramazan ayı. Uca Allah Teala buyurur, Ramazan ayı insanlara hidayət olan doğru yol, haqqı batildən açıq dəlillərlə ayıran Quranın endirildiyi aydır. Düşünün, Ramazan ayının məğzi nədir? Əsas Quran-ı Kərimin nazil olması üçün seçilmişdir. Quranın Ramazanın nazil olması o deməkdir ki, onun nazil olması bu ayda başlamışdır. Çünki Quran bir dəfəyə deyil. Peyğəmbərimiz s.ə.v-in dəvəti Məkkə, Mədinə bu il ərzində Quran endi. 23 il ərzində. Başlanğıc nə zamandır? Ramazan ayı. Allah Teala buyurur ki, biz onu hissə endirdik. Düşünün. Ramazan ayı Quranın endirildiyi aydır. Biz onu mübarək bir gecədə endirdik. Həqiqətən biz xəbərdar edənlərik. O gecədə hər bir hikmətli iş müəyyən edilir. Həqiqətən biz onu Qədr gecəsində endirdik. Harada başlamışdı başlanğıc? Ramazan ayı. Quranın nazil olması, yəni Ramazan ayında başlamışdır.